Gelin bugün bir yerde Temu'dan aldığım bu kiprik setini sınayaq. Aslında ben bunu sınadım. Dedim biraz təcrübəm olsun istifadə edərkən. Mən istəyirəm bu balaca kipriklərdən istifadə eləmək. Zaten bu sıranın bəziləri bu arada hamısını eləyənmədi, bəziləri alınmadı deyə atılmaq məcburiyyətdə qaldı. İçindən belə bir kipriyi tutmaq üçün aparat çıxır. Yapışdırmaq üçün, bir də bu çıxartmaq üçün olduğunu bilirəm. Və içindən də bu cürlə kağız çıxdı. İlk öncə kipriyimizi qıvırırıq. Daha sonra yapışqanı tətbiq edirik. Bu ağı tətbiq edirik. İlk öncə kipriyimizi qıvıraq. Mən istəyirəm ki, bu kipriklər, baxın burada məndə boşluqlar var. Burada məndə boşluqlar var. Baxın, buradan baxanda boş görsənir, görsənir. İstəyirəm buralara tətbiq edeyim. Birini çox çətin yapışdırdım. Gerçekten bunu yapıştırmak çok büyük bir səbir tələb edir. Dəhşət. İndi ikincisini yapışdıracağıq. Baxın. Çox çətinliklə yapışdırdım. İndi keçirdək bu tərəfə, ora lap çətindir. Deməli millət, bu tərəfi çox qəşəng elədim. Kipriklərim hazırdır millət. İndi isə ona uyğun gəlin makyaj edək. Bu arada gerçək həyatda kipriklərimi çox bilinmir. Amma az mən tətbiq elədim. 2 dənə kiprik tətbiq elədiyim üçün çox bilinmir. Yəni real həyatda öz kipriklərmiş kimi görsənir. Birinci dəfə edəndə qız elə bilmişdi kipriyimin falan qəşəng tuş vurmuşam. Dedim yox, kiprik qoymuşam mən. Oy, necə qoymuşsan, heç nə bilinmir. Amma belə çətinliklə qoyuruq. Yəni yarım saatdır mən burada kiprik qoyuram. Bu dırnaqlarıma fikir vermeyin. Lakını silmeyi unuttum. Bu videodan sonra lakı çıxardacağım. En kenarlara koyduğumuz zaman gözleriniz çok qəşəng görsənir. Kipriyimi üstündən bir tur daha qıvırıram mən. Hamısı eyni eşit qıvrılıqda olsun diye. Yavaş yavaş qıvıraq. Eğer hava küləklidirsə və siz kiprik taxacaqsınızsa, günəş gözlüyündən istifadə eləyin. Digər ən vacib məqamı sizə bildirəcəm.